Hindistanlı alim var, İslam alimlərdə keçmişsən, Zakir alim. O dərslərlə... Zakir? Nail. Aha. Ölkənlərini baxmısan, eşitmişsən. Yox, eşitməmişəm. Çox güclü alimdir, İslam alimdir. Zakir Naik. Hə. Dəvət istəxi. Dəvəti çox... Alim başqadır, dəvətçi başqadır. Yox, yox. Eyni şeysən, ki, dinlədir. Axı, alim başqa şeydir. Yox, bütün dinləri sən, indi mən bilmirəm o kimdir. O indi ola bilsin, dinlər barədə məlumatı var. Ola bilsin, ümumi məlumatı var. Bu, şəri elm demək deyil, axı. Şəriyyət elm başqa şeydir. Allahın dini başqa şeydir. Bizdə, məsələn, nə qədər müstəariblər, müstəşriklər var, ərəbşünaslar, şərqşünaslar var. Basim Məmməd Əliyevdən tut, Ziya Bünyadov, Allah rəhmət eləsin, bağışlasın, günahlarını. Bu şərqşünaslar ki var, onlar cahil deyirlər. Aydındır. Yəni, özlərinə görə bilikləri var. Amma onlar şəriət alimlərdirlər. Cavab yox. Onlar şəriətlə demək olar bir əlaqələr yoxdur. Allahın dini ilə bir əlaqələr olubsun, danışa bilər. Onlar adətən, məsələn, Vasim kimləri, adətən ərəb dilini yaxşı bilirlər. Bir də İslam tarixini. Tarixi də düz bilirlər demirəm, yaxşı bilirlər, yəni geniş. Amma orada batil şeylər, rafizilik, sahabilər belə gəldi, Siffin döyüşü belə getdi, danışanda görsən ki, rafizi danışır. Aydındır? Hə. Yəni, bu nəsə demək deyil, şəriət elmləri başqa şeydir, axı. Və ola bilər bir insandır, Allah subhanət hala ona danışıq qabiliyyəti verib, bəlağət verib, danışır, hə. Ola bilsin, İngilis dilini, Alman dilini, bir-iki dənə dili bilir, yəni Avropaya çıxışı var, dəvət baxımından. Və təbii ki, fərasəti var, hifsi var, biraz oxuyub, məlumatlıdır. Ola bilsin, dəvətçidir. Hə? Yəni, dəvətçi başqa şeydir. Alim başqa şeydir. Bu bir. Yəni, hər dəvətçi o demək deyil, alimdir və ya elm əhlidir. Heç alim yox və heç elm əhli də yox. Elm tələbəsi hətta. Ola bilər ki, dəvətçidir, heç elm tələbəsi deyil. Heç ona elm tələbəsi deyilməz. Qaldı ki, elm əhli və ya alim və s. Bu bir. Və ikincisi, ola bilər dəvətçidir, amma haqq üzərində deyil. Bəli, ümumən dəvət edər İslama. Çünki adətən onların dəvətləri xristiyan və yahudilərə qarşı olur. Aydındır, qeyri-müsəlmanlara. Ola bilsin, qeyri-müsəlmanlara qarşı oxuyub, məsələn, Əhməd Didat, müəyyən, məsələn, məsələn, tutaq ki, xristiyanlıq haqqında məlumat toplayıb, İncil və s. lap orijinaldan öyrənib. Bu bir xüsusi, belə deyək də, sahədir. Bunda püxtələşib. Hə? Sən gelib Əhməd Didatdan şəriət məsələlərini soruşa bilərsən. Əhməd Didat özü gəlib bizdən şəriət məsələlərini soruşmalıdır. Bu bir, yəni elmlə bu başqa şeydir. Və ikincisi də ki, bu əla dediyim şey, o demək deyil, haqq üzərindədir. Ola bilər dəvətçidir. Məsələn, bugün Avropada o cür, yəni adətən, yəni xristiyan və yahudilərə qarşı o cür dəvət aparan dəvətçilər ki var, onların əksəriyyəti, hətta mən deyərdim ki, 90%-dən bəlkə də çoxsu hizbilərdir, ixvanlardır. Onlar sələflər deyil. Və onların, yəni, indi biri sual verə bilər ki, niyə? Çünki onlar adətən görürlər ki, İslam içərisində dəvət apara bilmirlər. İslam içərisində, onların bir dəvətləri yoxdur, dəvət apara bilmirlər. Yəni, İslam içərisində gəlsə, çünki İslam içərisində dəvət apara bilməsi üçün, və çox vaxtda ixvanlar, onlar bu sünni bölgələrdə yaşayırlar, axı, İranda zadda yaşamayacaqlar, kişiyən dəvətləsin. Sünni cəmaatın qabağına nəyinə çıxacaqlar? Elmlə çıxmalıdırlar da, yəni əhlüsünnənin qabağına elmlə çıxmalısa əhlüsünnə alim. O elm birinci onlarda yoxdur. Elə bir alimləri yoxdur, şəriət alimləri. Nə deyəcəksən, sünnədən, 4 məzhəb imamından, sahabət və tabinlərdən dəlillər nərəd veriləcək. Ona görə onların belə deyək, dəvət maşını İslamın içərisində sönüb. Onlar elə bilir ki, öz içərlərinə qıraqdan adam istəyirlər. Və ona görə baxırsan ki, o şeyi bir növ yönəldiblər xristiyan və yahudilərə qarşı. Yəni, xristiyan və
Yahudilərdən kimsə onun əli ilə İslam'a girəndə adətən onun əqdəsində qalacaq. Öz sahəsində onu saxlayacaq. Aydındır. Amma sual verilsə ki, yəni bir xristiyanın və yahudinin bir bidətçinin əli ilə İslam'a gəlməsi xeyirlidir, yoxsa kafir qalması, şək yoxdur ki, necə Şeyxülislam İbn Teymiyyə rahmetullah deyir, bir xristiyanın, yahudinin, bidətçinin, hətta bir rafisinin əli ilə İslam'a gəlməsi küfr üzərində qalmasından xeyirlidir. Aydındır, bu başqa məsələdir. Amma mən demək istədim odur ki, o yəni elə şeyləri anlamıyor. Aydındır və elə yəni o şeylərdən uzaq durur. Ne ola bilər? Məsələn, insan tutaq ki, məsələn, elm tələbəsidir, yəni biraz məlumatı var. O ola bilsin, onlardan kimdənsə istifadə edər. Məsələn, tutaq ki, Əhməd Didatın bəzi disklərindən, kasetlərindən oturub o münaqişələrini dinləyər, sırf xristiyanlara qarşı, aydındır, belə. Çünki onun orada başqa danışıq zadı yoxdur. Bilmirəm, yəni, var yoxdur, mən bildiyim yoxdur. Belə. Amma belə ümmilikdə o şeylərdən uzaq durmalı. Xüsusən də indi adi Türkiyənin özündə nə qədər bidətçi dəvətçilər var. Və bütün kanalları ələ alıblar, mətbuatçı, hamısı əllərindədir. Sələfiyyə mətbuat verərlər, Sələfiyyə kanal verərlər, haqqı desin ki, yəni Allahdan qeyrisinə ibadət eləmək şirkdir, bidətlər olmaz. Təbii ki, yox. Ona görə çıxır, görürsən, hərisi bir kanal alıb əlinə və biraz da bəlağət, danışıq, aydındır. Belə adamlardan sələfi elm əhli var. Ölkədə sələflər var, əlbəttə ki. Elm əhli var. Təbii ki. Sələfi elm əhlilərində sələfi tələbələr, elm tələbələr. Necə ki bizdə Azərbaycanda məsələn alim yoxdur ki. Azərbaycanda yəni sələfi mənhəcdə olan elm tələbələri var. Aydındır. Türkiyədə də həmçinin. Hansılar ki, Mədinəni qurtarıblar, Məkkəni, Riyad, yəni Saudiyada elm alıblar, universitetləri qurtarıblar, gəldilər belə. İxlasla.com saytı tərəfindən təqdim olundu.